en çok şikayet ettiğimiz nedir? Ben çetinlik çekmeyeyim. Asan olsun, lüks olsun, ideal olsun. Çetinlik istemiyorum. Her şey asan olsun ve karşıma gelsin ve bu çay içen kim için. Düşün ki sen en büyük hayatın yanlışını edirsən. Sen eğer hayat tarixində 30 yaşına kimi çətin keçibsə, istədiyin həyatı yaşamamısansa, istədiyin kimi valideynlərinlə münasibət, həyatın sənə gətirdiyi çətinlikləri yaşamısansa, 30'dan sonra sən karmalarını, hesabatını ödəyirsən və bitirirsən və ondan sonraki həyatın dəyişir. Ondan sonra rahatlığa çıxırsan. İnsanlar rahat yaşadığı bu 30 yaşına kimi rahat yaşayırsa, başkasının hesabına, başkasına uğurlayarak, başkasının öz karmalarını işləməyərək, nəsillərdən gələn karmalarını işləməyərək və sonra bu yaşdan sonra ağır keçir, hesablar ödürsən, o yaşdan sonra xəstəliklər başlayır. Necə olur? İnsan deyir ki, falan kəs niyə bu asan həyat yaşayır, mənə asan olmur. Əslində həyatın mənası da budur ki, sən bu yolu keçəsən, bu ağırlıqdan sonra günəşi görməyin üçün mütləq də keçməyin. Həyata gəlmək də budur. Asanlıqla yəni nəyisə əldə etmək deyil. Sən bir çətinlikdən, çətinliyi yaşayaraq, ona səbr edərək, şikayət etməyərək, şikayət etsən belə o şuuraltı səviyyədə yox, sadəcə o dilindədirsə, istək, əsl istək deyilsən, yəni qane olursan, o enerjini hiss edən kimi, sən nə qədər çətinliyin, yıxımların, dağılmaların, məhv olmaların, əziyyətlərinin boşa getməsinə baxmayaraq, sən sonda o mükafatı mütləq alacaqsan. Öz yerini tapacaqsan, özünə aid olan həyatı tapacaqsan, alacaqsan və həqiqətən həzz və nəfəs almağa keçəcəksən. Ağır olan həyatın, şikayətləndiyin həyatın bəlkə də kiminsə ən xoşbəxt gününü yaşayırsan. Ona görə kimsə həsəd aparma, kimsənin enerjisini uğurlama, kimsə niyə bunu yaşayır, mən niyə yaşayıram demə. Düzdür, insanlıq deyirik, amma bu təkrar daha ağır səviyyədə olarsa, sənə bu ağırlıq daha da çox olur. Nəinki bir yolu keçmək, nəinki bunda əziyyət sərf etmək lazımdır. Dünyasını dəyişmiş insanlar var ki, hansı ki nənə, baba, yaxın insanlar, ana, ata. Sən düşünürsən ki, yəni onları düşünmədən, onların həyatını getməyəcəksən, onları xatırlamadan, yəni bitdi, bu kitab bağlandı, amma elə deyil. Sən onların həyatına təkrar gedirsən, sənin uşağın da gedir. Anan hansı formada dünyasını dəyişibsə, sən və sənin qızın, oğlun o yolu gedəcək. Buna inan, buna əmin ol. Çünki karmanı dəyişmədikcə, dərk etmədikcə bu həyatı niyə belə yaşayırsan, sən və sənin həyatın və nəsillərin bu cür gedəcək. Əgər sən güclü olub, karmik borçları ödəyib, rəhmətə getmiş insanların hansı səbəbdən, hansı yolu yarımçıq gedib və yaxud da dərk etməyib, getdiyi yol təkrar etsən, həyatını onlar kimi sonlandıracaqsan. Və deyə bilərsən ki, mən niyə görə kiminsə ağırlığını, kiminsə yaşadığı həyatın hesabatını ödəməliyəm? Bunu enerji ödətdirir sənə. Sən istəsən də, istəməsən də bu yolu gedirsən. Həyatın mənası da zaten budur ki, sən onu dərk edəsən. Niyə görə belədir? Sən özün üçün yaşamırsan bu həyatda, bunu bil. Özün üçün yiyib, içmək, gəzmək, onu alın, bunu alın, bunun üçün deyil. Bunlar sənin yenə də orada ödənməyən travmaların hesabına və sən bunu başa düşmürsən. Bunu dərk etmək üçün dərin bir prosesdən, transformasiyadan, ağırlıqdan keçməlisən ki, sonra sən həqiqi həzz nədir? Biz nə üçün qaçırıq, hər şeyin yaxşısını etməyi bahalısın və hər şey əlasını istəyirik. Bunun üçün də həzz almaq üçün, amma onu əldə edəndən sonra həzz gəlirmi? O pik nöqtədə o pul, o ev, o iş, maşın həzz gəlirmi? Doyursanmı? Və yoxsa yenə istəyirsən, yenə də qalmadı, çatmadı, milyonlar oldu, yenə də doymadım, yenə də göstərə bilmədim. Yenə də insanlar məni o var dövlətə sahib olan bir insan kimi tanımadı və yaxud da o statusu mənə vermədilər, o rütbələri vermədilər və elə dəyərlə yaxınlaşmadı. Səbəb sadəcə olaraq sən o enerjidə nə qədər milyona sahib olsan da olmursan, o hissləri insanlara ötürmürsən, o enerjiləri yaymırsan, alış-veriş isə enerji ilə olur. Ona görə də buna fərqinə varsan, həyatı boş yere yaşamadığını fərqinə varmaq deməkdir. Və bu kodları dəyişərək sən yeni bir həyata, yeni bir nəfəsə keçirsən, bu nəfəsin fərqini varmaq istəyirsən, yaşamaq istəyirsənsə, bunu işlə. Başqa etdiklərimiz hər şey var ha. O məktəb, universitet, o həyat yoldaşı, bunlar hamısı matrisadır. Yəni necə ki telefonda hər hansı bir kəsin həyat şəraitinə baxırsan, evinə baxırsan, işinə baxırsan, maşına baxırsan,
təhsilinə baxırsan, o da elədir. Sənin beynin, sənin enerjin ora uyğun deyilsə, bu sadəcə olaraq həmin hadisənin içində ola bilərsən, amma onu yaşaya bilməzsən. Məsələn, plastik operasiya kimi. Sən üzünü dəyişdin, amma xarakter dəyişmədi. Niyə dəyişmir? Yenə də insanlar sənə o münasibəti bəsləyir. Yenə də dəyişmir heç nə. Üzü dəyişməklə, geyimi dəyişməklə, həyatda olan statusunu dəyişməklə sən insanların sənə qarşı münasibətini dəyişə bilmirsən. Niyə dəyişə bilmirsən? Çünki ruhundakı enerji, kod dəyişməyib. Bunun fərqinə varıb. Dərk edəndən sonra həyatın dəyişməyə mümkündür.